Salam, xoş gördük, hörmətli müəllimlər. Mən Elnuriyə Kamranlı. Bugün sizlərə metodika təlimlərimiz haqqında məlumat verəcəm. Bizim metodika təlimlərimiz Elm və Təhsil Nazirliyinin təqdim etdiyi metodik çərçivəyə əsasən həyata keçirilir. Və təlimlər həftədə 2 dəfə 90 dəqiqə olmaqla Zoom platforması üzərindən canlı izah və canlı sual-cavab əsasında həyata keçirilir. Belə ki, təlimə qoşulmaq müəllimlərin istəyindən asılı olaraq dəyişə bilər. Bəzi müəllimlərimiz individual sual-cavaba, bəzi müəllimlərimiz isə dinləyici kimi qoşula bilərlər. 90 dəqiqə müddətində biz müəllimləri sual-cavab etdikdən sonra yeni mövzumuzun ehtiyac yaranarsa açar məqamlarını qeyd edirik. Çünki bəzi mövzular var ki, situasiya tipli mövzulardır ki, bu mövzuları biz açar məqamlarla daha yaxşı yadda saxlamış oluruq. Bundan əlavə olaraq biz 90 dəqiqənin sonunda canlı sınaq imtahanında keçiririk. Canlı sınaq imtahanı bitdikdən sonra hər bir sualı izah edib cavablarını da yoxlamış oluruq. Biz test olaraq müxtəlif test banklarından, belə ki, təbii ki, metodik çərçivəni əhatə edən test banklarından istifadə edirik. Bu test banklarında da situasiya suallarının hər birinin ətraflı izahları verilir. Və biz imtahan portalı ilə də əməkdaşlıq edirik. İmtahan portalı nədir? Siz necə ki, gedib imtahanda kompüter qarşısına əyləşib imtahan verirsiniz vaxtla, dəqiqə ilə, həmən şəraiti biz sizə yaradırıq. Vaxtı nəzərə alaraq verdiyimiz sualları işləyib bitirməlisiniz. Sonda balınızı və səhv doğru cavablarınızı da görmüş olursunuz. Belə ki, bu imtahan portalında işlədiyiniz sınaqlar təlimdə iştirak edən müəllimlər üçün ödənişsiz nəzərdə tutulub. Beləcə bu portalda siz imtahanlar işləməklə həm metodika biliklərinizi möhkəmləndirirsiniz, həmçinin də imtahanda vaxtı düzgün istifadə etməyi öyrənmiş olursunuz. Belə ki, bəzi müəllimlər olur ki, onlar imtahanda savadlı olmaqlarına baxmayaraq vaxtı düzgün bölə bilmirlər. Vaxtdan düzgün istifadə edə bilmədikləri üçün balları da aşağı olur. Vaxt bitir və suallar yarımçıq qala bilir. Ona görə də bu sınaqları mütəmadi həyata keçiririk ki, müəllimlərimiz vaxtdan da düzgün istifadə edə bilsinlər. Əlavə olaraq biz dərsləri video rekord edirik. Hər hansı bir müəllim canlı dərsdə iştirak edə bilmirsə, sonradan video rekordu izləyə bilir. Və canlı dərsdə işlədiyimiz sınaq imtahanını da sonradan qrupa göndəririk ki, iştirak edə bilməyən müəllimlər sınaq imtahanında istifadə edə bilsinlər. Və bu video rekord dərslər təlimdə sona kimi iştirak edən müəllimlər üçün imtahan gününə kimi aktiv olur. Yəni, istədiyiniz zaman daxil olub, istədiyiniz bir mövzunu möhkəmləndirmək üçün dərsi izləyə, dinləyə bilərsiniz. Və material qrupuna biz dərslə bağlı audio izah, video izah, qısa lakonik PDF-lər də göndəririk. Təbii ki, bunlar da hamısı imtahana kimi təlimdə iştirak edən müəllimlər üçün imtahana kimi aktiv, açıq olur. İmtahan portalında istifadə etdiyimiz sınaq imtahanları hansı ki, ən çox istifadə edirik? İnteqrasiya edici situasiya suallarından. Bilirsiniz ki, inteqrasiya edici situasiya sualları son zamanlarda imtahana ən çox istifadə olunan sual tipidir ki, biz də onlara üstünlük veririk və hər bir situasiya sualının da izahlarını veririk. Beləcənə imtahana özgüvənlə gedirsiniz və metodikadan da balınız yüksək olur, özgüvənlə işləyirsiniz. Bizim əsas məqsədimiz müəllimlərdə həm metodik bilikləri dərinləşdirməklə birlikdə, möhkəmləndirməklə birlikdə imtahan ballarını da yüksək olmasıdır ki, bizdə də hər il olduğu kimi müəllimlərimiz metodikadan yüksək nəticələr əldə edirlər, heç bir problemsiz metodika suallarını işləyirlər və xüsusilə də situativ suallara, testlərə, tətbiqə daha çox üstünlük verdiyimiz üçün müəllimlərimiz üçün suallar imtahanda heç bir çətinlik yaratmır. Və mövzuları keçdikcə 1 ay, 2 ay müddətində biz davamlı şəkildə hər gün sınaq imtahanları keçiririk. Həftənin 5 günü, 6 günü, imtahan öncəsi isə həftənin 7 günü biz ödənişsiz təlimdə iştirak edən müəllimlər üçün sınaq imtahanları təşkil edirik. Beləcə müəllimlər rahat şəkildə imtahanda metodika suallarını işləmələri üçün əlimizdən gələn hər bir şəraiti yaratmış oluruq. Belə ki, siz də təlimə qoşulmaq istəsəniz, qeyd olunan nömrə ilə əlaqə saxlayaraq ad soyadınızı, ixtisasınızı qeyd edə bilərsiniz. İxtisas bizim üçün nə üçün vacibdir? Çünki imtahanda ixtisasdan suallar, situativ suallar hər kəsin ixtisasına uyğun düşür. Yəni, riyaziyyat müəlliminə tarixdən situasiya düşmür. Riyaziyyat müəlliminə riyaziyyatdan, tarix müəlliminə tarixdən situasiyalar düşür. Biz də
Təlim zamanı, individual sual-cavab zamanı hər bir müəllimə öz ixtisasına uyğun suallar veririk, situasiya suallar veririk ki, imtahanda sizin üçün daha rahat və daha asan olsun. Belə hər birinizə uğurlar arzu edirik. Neysə başqa sualınız olarsa, qaranlıq qalan məqam olarsa, qeyd etdiyimiz nömrə ilə əlaqə saxlayıb suallarınızı verə bilərsiniz. Uğur olsun.